Değerli izləyicilərimiz, hal-hazırda satış bazarında olan ən geniş ölçülərə malik 3 otaqdan ibarət ev çəkib təqdim edirəm. Niyə? Çünki ev köhnənin evidir. O vaxt məsələn torpaq ucuz idi, otaqları falan geniş verə bilirdilər. Baxın, belə bir həyətyan sahəsi var. Fasadını da göstərim. Yağış suyu olub, nə olub? Elə şoranlıq yaranıb, amma masazırda burada nəmişlik yoxdur. Lap belə küçəsini də göstərim. Quru yerdir. Qonşu özüm nəmişlik var burada, qardaş. Nəmişlik falan yoxdur, əla yerdir. 2020-ci ildə tikilib bu ev. Deməli, Qurtuluş 93 yaşayış kompleksi, bağçalı evlər, 3 mərtəbələr. Onun da arxasına düşür. General Hakim Abbasov küçəsinə də. Asfaltdır, 40 metrdən sonra asfaltdır, 100 metrdən də sonra marşrutdur. Paket kupçadır, evin, torpağın kupçası var, qazı suyu işığı var, kanalizasiya, mərkəzi kanalizasiya sistemidir, 2 mərtəbədir, qoşa kubikdir. Deməli, birinci mərtəbə kubikdir, ikinci mərtəbə kərpicdir, mərtəbə arası monolit betondur. Arxadan görün nə qədər kürsülədir. Qabaq hissədən 4-5 daş kürsülü idi. Fit saldım, elappa. Buradan da belə evin arxasında havalanma yeri var, raşotkaları var. Çox qəşəng variantdır, paket kupçadır. Burada kladovkası, tostlarımızı falan qoymaq üçün yaxşıdır. Qiyməti 71.000 manata təklif olunur, hörmətli izləyicilər. Qeyd edeyim ki, başqa maklerlərə baxa bilərsiniz, 75-ə çəkiblər. Deməli, monolit betondur mərtəbə arası. Sözün başqa maklerlərə görə deyildir. Yəni, endirim olunur, hörmətli izləyicilərimiz. İndi onların da xəbəri olar, onlar da gəlib çəkərlər. Və kombi xətləri zatamsı qaydasındadır. 71.000 manat evində torpağında kupçası var, 2 mərtəbə, 3 otaq. Zəng edeyim, masazırdadır, məktəbə, marşruda, dükana, bazara falan yaxındır. Sağ olun.